Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugün sizlere təsərrüfatımda yeni neler baş verdi, hansı hadiseler baş verdi. Çünkü bir neçə yeni hadiseler var. Hem üzücü, hem belə qəribə olan belə diyeyim sizlere. Ona göre sizlere bugün təsərrüfatımda baş verən hadisələrdən bəhs etmək istəyirəm. Hamısını çünkü bir təsərrüfatımda ne hadise olduysa hamısını sizlere bildirirəm. Bugün de yeni olan hadiselerden bildirmek istəyirəm. İlk önce dostlar bundan başlayayım ki o görürsünüz ki o ağlı qaralı ördek bizim təsərrüfatımızda sürümüzdə olan ördek değil. Yani diqqətli izleyicilerim bunu görebiləcəklər. O ördek artık 4 gündür bizim sürümüzün içerisindədir. Hardan gəlib bilmirəm. Çox uçağan ördəkdir. Yəni dəhşət dərəcədə uçur. 4-5 gün bu göldə uçub gəzib. Təbii ki mən bunu görməmişəm. Daha çox o tərəflərdə uçub gəzib. Amma soruşdum ki, maraqlandım görüm kimindir, kimin deyil. Dedilər zaten oradaki tək tənəxa 4-5 gündür göldəymiş. Yəni uçurmuş, o tərəfə uçurmuş, bu tərəfə uçurmuş elə. Yəni bu hardansa kəndin digər tərəflərindən və yaxud ki qonşu kəndlərdən uça-uça gəlib bu gölə düşüb. Sonra da bizim ördəklərimizə qoşuldu, gəldi evə. Təbii ki mən bunu uğurlamamışam, bir şey eləməmişəm. Uçub gəlib bizim ördəklərimizə, göldən qoşulub ördəklərimizə, baxın bu göldür bütöv. Göldən qoşulub ördəklərimizə, gəlib həyətimizə. İndi onu yenə də soraqlayıram, yəni qonum qonşuya deyirik, hətta gölə yaxın ərazidə yaşayan lal ördək saxlayan insanları kimi biliriksə, onlar da xəbər göndərir ki, ola bilər də onlardan uçub gölə düşsün, göldən də bizə qoşulsun. Çünki gölə çox necə deyim, gölü tanımır da ördek. Gölü tanıyan, bu göldə olan, bu gölü tanıyan ördəkləri biz bilirik. Ama bu ördek gölü qətiyyən tanımır. Onu 100% bilirik. Hələ ki bizim qapımızdadır, edəcək bir şey yoxdur. Təbii ki bunun sahibi çıxacaqsa özünə qaytaracağım. O heç hamıya deyir ki, bəs belə bir dənə dişi ağlı qaralı ördək gəlib bizim sürümüzün içinə. Əgər sahibi çıxmazsa belə, yəni bunu heç vaxt kəsən və yaxud da ki satan deyiləm. O sürümüzdə qalacaq. Yəni özümə saxlayacaqlarım damazlıq dişlər bir tərəfə, o bir tərəfə. Onu heç vaxt kəsməyəcəm. Birdən də nə vaxtsa yenə sahibi çıxacaqsa da yenə özünə qaytaracağım. Bunu da sizlərə bildirmək istədim. Çünki dediyim kimi nə yaşanırsa hamısını sizlərlə bölüşürəm. Bu da belə bir şey yaşandı. Görürsünüz ki burada ördəklərimiz azalıb. Dostlar ördəklərimizdən satdığım olub. 2 ədəd satmışam. Bir neçə ədəd kəsmişəm. Çünki həm qonağımız gəlmişdi. Düzün desəm Bakıdan əmim gəlmişdi. 3-4 gün bizdə qaldı. O da xoşlayır ördək ətin filan deyə. Bir ikisinin üçünü də kəsdim. Bir dənə ördək, bir dənə hündüşkə kebab elədim ona. Bir ikisini də kəsdik. Yedik. 2 dənəsində birini daha doğrusu satdım. Birində pay verdim ona. Belə ona görə ördəklərimizdə azalma var. Təbii ki tam olaraq bu deyil. Səhər yadımdan çıxıb anama demək ki bunları buraxma, video çəkəcəm. 4 dənəsi 5 dənəsi o gölə getdi. Qonşunun gölünə getdi. Onları da gətirə bilmədim. Bunlar hamısı qıraqda. Burada qıraqda yatmışlar. Çox telefonu bu tərəfə çevirdim. Üzürü sayarsınız. Ördəklərimizlə yaşanan hal budur. Bu ağ ördəklərimiz bilirsiniz gətirəndə çox zəif idilər. Əmimgildən gətirmişdim bunları, dəyişmişdim daha doğrusu. Onlar da dişi özün demək olar tutdu. Biraz cır olsa da eybi yoxdur, saxlayacağım. Dişinin o qədər də önəmi olmur. Əsas erkəkdir. Necə deyim? Vacib olan, belə iri cüssəli balaları olması üçün vacib olan. Dişi bir o qədər də vacib deyil. Amma dişi demək olar ki özün tutub biraz da bədənləşəcək anaj olduqca. Çünki görürsünüz ki hələ o burnunun üstündə, gözün qırağındakı ətlər çıxmayıbsa demək ki hələ ördəkdə inkişaf davam edir. Erkək ördəkdə demək olar tükün dəyişib, biraz qalıb tükü. Tam dəyişəndə biraz da yaxşılaşacaq. Düzdür, cırdır, onun fərqindəyəm, amma edəcək bir şey yoxdur. Ağ erkək ördək tapa bilmədim uşaqlar, sambalı tapa bilmədim. Yəni zaten bu da böyüyəndə olacağı boyda olan ördəklər satırlar bazarda filan. Onları da almaq istəmirəm. Niyə görə? Bazardan ümumiyyətlə heyvan almaq istəmirəm. Çünki bazarda o günlər getdim, bazara baxdım. Yəni görürəm ki, adi qəfəslərdə heyvanlar salıblar, içində xəstə heyvanlar var da. Mən də bunu öz gözümdən görə bilirəm, amma insanlar gətirirlər, satırlar. Ona görə heç vaxt bazardan heyvan almağı düşünmürəm. Hələ ki xəstəliklər yayılıb hər tərəfə. Belə internetdən də bəzi adamlarda gördüm, yaxşı heyvanları satırlar TikTokdan filan. Onları da zəng elədim, başqa rayonlardadır. Saatliyə göndəriş edə bilmirlər. Bizdə avtovağzal olmadığı üçün bura göndəriş edə bilmirlər. Onun üçün də təəssüflər olsun ki, ala bilmədim. İndi yenə də qarşıma çıxar, imkan olar, alaram. Amma hələ ki ala bilmədim deyə bu erkək ördək də zəif də olsa təsərrüfatımda qalacaq.
Bunlar hakkında bu danışım. Təbii ki, ikinci bir yaşanan hadisə də var. Bu biraz üzücü hadisədir. Həqiqətən çox üzüldüm bu hadisənin yaşanması üçün. İndi onu da təbii ki, sizlərə izah edəcəm, yəni danışacağım olardı ki, nə hadisə baş verdi. Ördəyi də yine yaxından göstərim. Təbii ki, bizim kənddən məni izləyən yoxdur da, amma yenə də bu ördək, yəni bizim həyətimizə gəlib. Təbii ki, soraqlamağa davam edirəm. Ona görə burada da göstərirəm ki, təsərrüfatımda belə bir hadisə olur. Çünki sabahları videoma dəqiq izləyicilərim baxanda deyər ki, bu ördək hardan çıxdı? O zaman cavab verəndə biraz qəribə çıxar. Ona görə ilk başdan mən sizə izah edirəm. Videonun başlığında da sizə şey göstərmişəm uşaqlar, qazlar göstərmişəm. O hansı ki göldə 2 aydan çoxdur artıq göldə yaşayırlar o 4 dənə qaz. Kimindirsə yenə onu da tapa bilmirik. Bütün tanıdığım gölün qırağında qaz saxlayan hər kəsdən soruşmuşam. Qaz heç kim mənimdir demir. Zaten buralıqdan kiminsə olsa uşaqlar onu gəlib mütləq şəkildə göldən aparar. Yəni bir gün qalar, 2 gün qalar. Üzr istəyirəm, bir həftə qalar, sonunda kimsə gəlib onu aparar və yaxud da ki, deyər ki, mənim qazım yoxdur, sizin o tərəflərdə falan var, nəsə belə bir şey ən azından eşidərik də. Qısacası bizim buralardan deyil, o da hardan gəlib bilmək olmaz uşaqlar. Mən sizə tam olaraq gölün, necə deyim, izah edeyim də göl necədir. Baxın, gölün digər tərəfi uca qonşu kənddir, o biri kənddir. Bu göl də hardan qidalanır? Məsələn, gölün o tərəfindən də uşaqlar, orasından da, bir də gölün burasından da su kanalları keçir. Hansı ki, bu sahələrimizə su varmağa istifadə edirik ha. O kanallar keçir. Ona görə ola bilər ki, bu məsələn Postbəyli kəndidir o tərəfə. Ola bilər ki, o kəndin heyvanı da ola bilər. O su arxı ilə düşə-düşə gəlib bura düşə bilər. Yəni kəndin ortasından belə gələ bilər. Digər tərəfdən də yenə bu kəndin ortasından heyvan düşə-düşə gəlib bura düşə bilər. O bir tərəfdən də yenə o digər kəndin heyvanı da ola bilər ki, göldən düşüb gələr, ovovlayırlar. Göldən düşüb gələ bilər. Yəni ona görə hansı kəndin heyvanıdır bilmirik. Bazardığım qədər soraqlamağa davam edirəm. İnşallah kiminsə tapılsın. Çünki 2 aydan çoxdur o heyvanlar daha doğrusu qazlar. Videonun başlığında qısa olaraq çəkmişim. Artıq bizim bu kənara gəlib çıxırlar. Bizim həyətə gəlib çıxırlar. Qısacası üzr istəyirəm, çəkmişəm. Onu da sizlərə inşallah tapılar onların da sahibi. Bu hündüşkalarımızdır uşaqlar, qısa olaraq göstərəcəm. Hündüşkalardan demək olar hər video danışmışam. Çünki özüm də bezdim artıq hündüşkalardan danışmağı. Hündüşkalarını da satıb azaltmışıq artıq. Yəni sonuncu videodan bu yana 4 dənə hündüşkamız da azalıb. Onları da apardılar. Təbii ki, bayrama dişilərin çoxu da bayramda gedəcək artıq. Dişi demək olar ki, qalmayacaq. Erkəklərdən hardasa bir 10 dənə falan, bəlkə də 10 dənə, bir 10 dənə erkəklərdən satdıq, hələ varımızdır amma. Onlar da 100% ki, bayrama yaxın gedəcəklər. Gələk indi xoruzlarla bağlı yaşanan pis hadisəyə. Demək dostlar, sizə zaten deyirdim ki, mənim xoruzlarım hədsiz dərəcədə sayı çoxdur. Neyniyim düşündüm. Sizlər də bir mənə xoruzum deyirsiniz ki, yerli xoruzlardan saxlamışdım ha. O hansı ki, nar çiçəyi rəngində olan xoruz var idi, biraz cır idi. Yəni xoşuma gəlmədi. Əslində balaca vaxtı çox böyük idi, saxladım. Sonradandan o böyümədi, inkişaf etmədi, qaldı elə o boydana. O xoruzu əmim dedi ki, mən bir dənə də xoruz istəyirəm, satdıq. O xoruzu dedim ki, mən içindən çıxardım, satım. Eybi yoxdur. Hansı ki, o balaca cücələrimiz var idi, Ağ Hündüşkanın yanında olan daimi izləyicilərim bilər. Onun içində bir Avstralop xoruz var idi, onu saxlayacaqdım. Dedim, onu çıxardım, əvəzində zaten Avstralopu saxlayacağım. Zaten o Avstralopu da saxlasam, o zaman xoruzum lap çox artacaq. Elə onun günorta falan idi, kəsdim, təmizlədik əmim üçün. Axşam çağı idi, bilirsiniz ki, ağ xoruzum var idi, ha mənim hündüşkalarla daim dava edən. Dediyim kimi yenə təkrar edirəm, daimi izləyicilərim bilər, bilməyənlər də köhnə videolarıma baxılsın. Zaten hər videoda demək olar ki, var. Özəlliklə toyuqlarla bağlı olan videolara baxsaz, dəqiq görünür o videolarda. O bu hündüşkalarından çox dava eləyirdi. Canlı yayımlarında filan da bu davanı sizlər gördünüz. Deyirdiniz ki, o xoruzu kes hündüşkalarından çox dava edir. Zaten bir neçə dəfə də hündüşkalar tərəfindən döyülmüşdü. Artıq sonuncu dəfə o qədər pis döymüşdülər ki, onu pipi filan da ortadan 2 yerə ayrılmışdı. Bütün qanın içindeydi xoruz. Getdim baxdım, gördüm ki, yəni xoruzun artıq gəzməyə belə halı yoxdur. Başı əsir üstündə. Bildim ki, artıq o xoruz qalan deyil. Təəssüflər olsun ki, o xoruzu da kəsdim, özümüz üçün edəcək bir şey yox idi. Çünki o xoruz zaten çox bəlli idi ki, o hündüşkalar tərəfindən döyüləcək. Zaten sizə də demişdim ki, bir neçə dəfə bu hal mənim başıma gəlib. Yəni xoruz
hündüşkalar tərəfindən döyülüb, öldürülüb ya vurulub, başı filan gecikmə olub, gözü çıxarılıb. Yəni bu hadisələr olurdu. Ona görə də o xoruzu da kəsmə məcburiyyətində qaldım. Çox sevdiyim dostum onu saxla demişdi zaten mənə. Əslində onu saxlamaq belə niyyətim yox idi. Amma artıq edəcək bir şey yoxdur. Yəni o qalan bir şey deyildi. Ona görə kəsdim. Ən azından onu sağaltsam belə pipi ortadan 2 yerə bölünmüşdü. Çox pis görüntü olacaqdı və o özünə qoyulmayacaqdı. Yenə hündüşkalarla savaşıb bir problem çıxardacaqdı. Ona görə elə bəri başdan o xoruzu da içindən çıxartmağı, kəsməyi üstün bildim və onu da kəsdim. Belə hal yaşandı. İndi xoruzlarımızın sayı düşdü, amma eybi yoxdur. Onun içərisində afsur olub, o ağ hündüşkanın yanındakı balaların içində afsur olub xoruz var. Onu saxlayacağam. Bir dənə də başqa gözümə kəsdirdiyim bir xoruz var. Ola bilər ki, əvəzinə onu da saxladım. Ya da ki, elə belə götürsək belə biraz da yaxşı oldu. Xoruz sayım azaldı da ən azından. Təbii ki, o xoruzun ölməsini istəməzdim, amma qismət beləymiş. Bizim sürümüzün içində buraxma xoruzlar çoxdur. Görürsüz, baxın, bu buraxmadı, bu buraxmadı, bu buraxmadı, o buraxmadı. Bir dənə böyük buraxmamız var, o da buraxmadı. Ona görə sürümüzdə buraxma xoruzların sayı çoxdur. Mən də bunu istəmirəm. Kənd xoruzlarının sayı çox olsun istəyirəm. İndi qismət görək gələcəkdə həll edə bilərik. Bunları da kəsməyə əlim gəlmir. O xoruzu da uşaqlar, əgər istəyən olsa sataram bu arada. 25 manata verirəm o xoruzu. Buraxma xoruzdur, tam mizqan buraxmadır. Yaş da digərlərindən balaca görünür uşaqlar, narahat olmayın. Uşaqlar, videonun son hissəsində istədim sizə qalan kənd xoruzumuzu da göstərim. Bu qalan tək olan qalan kənd xoruzumuzdur. Görərsiniz ki, hələ bağım budarlanmış, ağacların filan təmizləməmişəm uşaqlar. Bakıya getdim, gəldim. Daha sonra əmim gəldi. Yağışlar yağdı, daha sonra əmim gəldi. Əmmi İsrail yola salmışdı, getmişdi. Dünənlər Bakıya getmək məcburiyyətində qaldım və sabah yox, bir gün yenə təkrar Bakıya gedəcəyəm. Orada işim var və bu son olmalıdır inşallah ki. İşlərim bitəndən sonra təbii ki, buranı tam olaraq təmizləyib səliqəyə salacağım. Budadığım ağaclardan gedir söhbət. O da ən böyük buraxma xoruzumuzdur. Bunlar təbii ki, toyuqlarımız da olur zaten. Bilirsiniz, bir neçə dəfə, daha çox dəfə göstərmişəm sizlərə. Bu ən böyük buraxma xoruzumuzdur. Ata xoruzumuz deyim. Hardasa 3 yaşı var, 4 yaşına artıq keçdi deyəsən. Onu da əgər bu ilki xoruzlarımızdan çox yaxşı damazlığa yarayan buraxma xoruz olsa, inşallah bu il satıb və yaxud da ki, kəsib yenisinə cavanlarını saxlayacağım inşallah. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Çox xahiş edirəm, videoların sonuna qədər izləyin və videolarımıza like, yorum mütləq şəkildə atın. Çox sağ olun uşaqlar, təşəkkür edirəm hər birinizə.